Ah, o məşhur valideyn-müəllim qrup chatları. Yəqin ki, hamımıza tanışdı. Əslində kömək üçün yaradılır, amma çox vaxt gəlin etiraf edək ki, bir gərginlik mənbəyinə çevrilir. Elə bugün biz bu qrupların arxasındakı psixologiyaya baş vuracağıq. Görək onların övladlarımıza və ümumiyyətlə bütün məktəb mühitinə o qədər də görünməyən təsirləri nələrdir? Gəlin bir anlıq səmimi olaq. Telefonunuza məktəb qrupundan bildiriş gələndə içindən nə keçir? Nə yaxşı, yəqin vacib xəbər var deyirsiniz, yoxsa ürəyinizə yüngül bir stres dolur? Bax, elə bu sual var ha, bugünkü söhbətimizin tam mərkəzində dayanır. Bütün məsələ əslində o qrupda nəyin paylaşılmasından başlayır. Elə bir incə xətt var ki, biz çox vaxt onu görmürük, amma əslində hər şey o xəttin üstündə qurulub. Gəlin indi birlikdə baxaq görək, bu sərhəd haradan keçir? Baxın, bu valideyn qruplarının əsas məqsədi nədir? Tədbir olacaq, filan gün dərs yoxdur, kimi ümumi məlumatları çatdırmaq. Amma reallıqda nə baş verir? Çox vaxt bu qruplar kiminsə şəxsi məlumatlarının, məsələn, filan kəs ev tapşırığını yazmayıb, kimi şeylərin paylaşıldığı bir yerə çevrilir. Və bütün problemlərin düyün nöqtəsi də məhz buradır. Yaxşı, bəs belə açıq şəkildə nəsə paylaşmaq uşaqların psixologiyasına necə təsir edir? Gəlin indi o görünməyən, amma çox hiss olunan təzyiqin nəticələrinə bir-bir baxaq. Düşünün, bir uşağın adı bütün valideynlərin gözü qarşısında tapşırığı etməyənlər siyahısında çəkilir. Bu onu həvəsləndirəcək, qətiyyən, əksinə sadəcə narahatlığını artıracaq, özünə olan inamını sarsıdacaq. Və ən maraqlısı odur ki, təkcə tənqid yox, hətta hamının içində tərifləmək də zərərli ola bilir. Bir neçə uşağı nümunə göstərib tərifləyəndə, digərləri istər-istəməz özlərini onlarla müqayisə edir və geri qaldıqlarını düşünürlər. Əslində pedaqojikada çox sadə bir qızıl qayda var. Tənqid fərdi olar, tərif isə hamının içində. Amma nədənsə bu qrup chatlarda biz bu qaydanı tam tərsinə çeviririk. Tənqidi hamının içində edirik, tərifi isə bəzən unuduruq. Axı məqsəd uşağı utandırmaq deyil, onun inkişafına dəstək olmaqdır. Buna da ancaq fərdi yanaşmaqla çatmaq olar. Yaxşı, bəs bu mənfi zənciri necə qıra bilərik? Çıxış yolu var, əlbəttə. Həll yolu ünsiyyətə baxışımızı tamamilə dəyişə biləcək, çox sadə, amma bir o qədər də güclü bir ideyada gizlənir. Gəlin onunla tanış olaq. Buna pozitiv enerji dövriyyəsi deyirlər. Amma bu sadəcə qəşəng bir ad deyil, həqiqətən də işləyən bir prinsipdir. Yəni, müəllimin göndərdiyi müsbət bir mesaj bir domino effekti yaradır və bütün məktəb mühitinə yayılır. Bu enerji sanki bir zəncir kimi müəllimdən valideynə, valideyndən də birbaşa uşağın özünə ötürülür. Proses əslində çox sadədir. Baxın, hər şey müəllimin atdığı ilk addımla başlayır. Müəllim pozitiv dəstəkləyici bir mesaj göndərir. Valideyn bu mesajı alır və özünü daha anlayışlı hiss edir. Həmin o anlayış və rahatlıq evdə uşağa ötürülür. Nəticədə nə olur? Uşaqda məktəbə qarşı inam, dərsə qarşı həvəs yaranır. Amma kim tapşırığı etmədi, kimi bir mesaj, bax bu həyati enerji axınını elə oradaca kəsib atır. Oldu, nəzəriyyə aydındır. Bəs bunu real həyatda, o qrup chatlarında necə tətbiq edə bilərik? Söhbət əslində çox kiçik bir yanaşma fərqindən gedir, amma nəticəsi inanın ki, çox böyükdür. Gəlin indi iki mesaj arasındakı fərqə baxaq. Bir tərəfdə ev tapşırığını yazmayanların siyahısı var. Bu nədir? Bu birbaşa ittihamdır, utandırmaqdır. Digər tərəfdə isə belə bir mesaj var. Bugün uşaqların çoxu tapşırığı böyük həvəslə yerinə yetirib, bəziləri isə sabaha daha yaxşı hazırlaşacaq. Fərqi görürsünüz, ikinci mesaj həm çoxluğun uğrunu qeyd edir, həm də digərlərinə heç bir negativ hiss yaşatmadan məsuliyyətlərini xatırladır. Nəticə, valideyn sakitləşir, uşaq isə məsuliyyətini dərk edir. Yəni, yekunda gəlib çıxdığımız nəticə çox bəsitdir. Müəllimin istifadə etdiyi ünsiyyət dili var, o sadəcə sözlər deyil. O, bütün sinifin av-havasını, uşaqların davranışını formalaşdıran görünməz, amma çox güclü bir qüvvədir. Sadəcə olaraq müəllim hansı enerjini göndərirsə, eyni ilə o enerjini də nəticə olaraq geri alır. Və sonda gəlin hamımız özümüzə bir sual verək. Mən bir valideyn, müəllim ya da sadəcə bu icmanın bir üzvü kimi bu pozitiv enerji axınını gücləndirmək üçün bugün nə edə bilərəm? Hansı kiçik addımı ata bilərəm? Unutmayaq ki, bəzən ən kiçik müsbət dəyişiklik belə ən böyük fərqi yaradır.